İndi başa düşmüşəm ki, ailəmi qoruyub saxlamaq üçün attığım addımlar səhv imiş. Mən bunu etiraf eləməliydim. Sənin mənim oyuna olmağa haqqın yoxdur. Bu məsələni mən başqa cürdə həll edə bilərdim. Buna həm imkanım çatardı, həm də ixtiyarım. Yalandı, qoy gəlin, özü subut eləsin. Şükür bana sağ ol Səməd ağa. Sabah səni həmin adamla üzləşdirəcəm. Əgər doğru çıxsa, özünü ölmüş bil. Səməd ağa, qorxma. Nə qədər ki, səhər açılmayıb istifadə elə. Bundan yaxşı məqam ələ düşməz. Mənim yazdığım həmən məsələni özüm gəlib araşdıraram. Səndə olan əmanəti heç kimə göstərmə. Gərək sən də sahib ağaya yox deməyəsən. Şəkil olmuş. Biz mütləq evlənəcəyik. Mən inanmaq istəyirəm Cavanşir. Amma bu mümkün deyil. Elə sözlər üstündə mən səni Dubayın küçələrində acından it kimi gəbərə bilirsən, gördüm! Sən mənim ölümümü tezləşdirməyə gələn Əzrailə oxşayırsan. Mədinədən xəbər gətirmişəm sənə. Zərifə? Yanındakı biz. Yox. Yox, siz narahat olmayın. Mən elə 1-2 dəqiqəliyə gəlmişəm. Rüfət olarsan. Götürsən deyəsən. Dostumun yalan tanısına. Gəl içəri. Yox, bu dəfədəki söhbətimiz çox qısa olacaq. Nəsə olub? Hə. Mən ailəmi yenidən qurmaq istəyirəm. Sənə kimsə nəsə deyib? Yox. Mən özüm bu qərara gəlmişəm. Keçən dəfə atamın xəstəxanada mənə elə baxmağı indiyə kimi yadımdan çıxmır. Bir də onun buna haqqı var. Zərifə. Sözümü kəsmə Rüfət. Hə, başqa səbəblər də var. Amma mən qızımı, atamı bir də aldatmaq istəmirəm. Etibarlı insandır. Ona yazığım gəlir. Sən ki onu sevmirsən? Bizimki artıq sevgidən keçib. Onun uşağımın atasıdır. Mən ona gəlir ki, bu kifayət eləyər onunla, ailəmi yenidən qurmağa. Sən özün deyirdin ki, yanmış körpüləri təzədən düzəltmək mümkün deyil. Ona qalsa, bizim aramızda olan körpülər çoxdan yanıb kimi dönür. Sənin öz ailən var. Mənim də öz ailəm. Sənin mənim ailə olmağa haqqın yoxdur. Yox. Bu sənin sözlərin deyil. Sən özün aldadırsan, mənə də yalan deyirsən. Hə,
Bazen aldatıram. Sana da yalan verirəm. Bunun sana hiçbir dəxli yoxdur. Belki etimat sevdiğini de bilsen. Hə, sevirəm, sevirəm. Zərifə mənimlə heç vaxt belə danışmamışdı. Ona kim nə deyib görəsin? Bəlkə Afət? Yox, Afət Zərifənin yanına getməyi özünə rəva görməz. Axı o, Səməd ağanın qızıdır, qürurludur. Amma son zamanlar onda bir dəyişiklik hiss olunur. Yəqin indidən ana olmaq məsuliyyətini dərk etməyə başlayıb. Əslində pis qadın deyil Afət. Sadəcə olaraq atasının təsirindən çıxa bilmiş. Görəsən mənimlə nə danışacaq? Yenə mübahisə, yenə qarşılıqlı iddiamlar. Bunları düşünəndə getmək istəmirəm evə. Gelişinden haberim olmuyor. Öyle şirin yatmıştın ki, ürəyim gəlmədi oyadım. Yaraların sağaldı. Bir səhər çıxdım xəstəxanadan. Şimdiye kadar hardaydı. Emalatxanada. Biraz yer yığış edirdim. Rüfət, mən istəmirəm sən emalatxanadan çıxasın. Atamla danışamam, doğru sözümdür. Qalarsan emalatxanada. Bax, bu lazım deyil, Afət. Sənin atan düz deyir. Mən gərək emalatxanada özüm qazanım. Sən yenə tərsliyində qalırsan. Yox, bu tərslik deyil. Necə deyirlər, həyat belə tələb edir. Niyə sustun? Ehtiyat edelim. Nədən? Bilirsən, bizim söhbətlərimizin hamısının sonunda mübahisələrlə bitib. Bəlkə də bu bizim sonuncu görüşümüz olacaq. Düzünü inansam, düşünmək kimi ayrılmaq istəmirəm səninlə. Bezmişim. Çox bezmişim çəkişmələrdən. Çay içirsən? İçə. Çok sağ ol.
Rüfət, mən səninlə açıq danışacağım. Dediğin sözlerin de çoxu səndən çox özümə aiddir. Qorxma. Vaxtını çox almayacağım. Atam kimin adamdı? Sənə qarşı elədikləri de bağışlanmazdı. Mənim de günahlarım çoxdur. Şimdi başa düşmüşəm. Şimdi başa düşmüşəm ki, ailəni qoruyub saxlamaq üçün attığım addımlar səhv imiş. Mən bunu etiraf etməliydim. Bəlkə də bu sözlərdən sonra sən məni anlayacağınız, zəif bir adam hesab edəcəksən. Mənim üçün fərqi yoxdur. Öz işindir. Mən bunları sənə deməliydim. Səni saxlamaq üçün yox. Ürəyin nə vaxt istəsə çıxıb gedə bilərsən. Heç incimərəm də səndən. Bu qədər. Afet, ailede galip tırnağlı olabilmez. İki vaziyette biz her ikimiz galibi, her ikimiz de mağlup. Evlatlarına göre çoksam, onların senden nasıl oluyor? Senin bana çok sevdi, ilgili özüne geldi. Şimdi çok rahmet ederim. Merak olma. Ben bir çift ediyorum. Sana Senden vereceğim. görünüşüyle görüşmüş. Geldim ki sana boş çek. Evimden nece ölmeyime tamaşa etmek istiyorsan Ölümden danışmak hala tezdi. o bakır kime. Benim için hayatın ehemmiyeti çoktan bitip ben gerek ermeden sonra hiç yaşamayaydım. Az yaşamak, çok yaşamak bizden aslı değil. O Allah'ın elindedir. İsteyen de alır, isteyen de verir. Bazı insanlar Allah'ın iddiasına düşürler. Kiminse hayatına tam verirler. Sen kimin nazarda tutursan? Kimi? Seni Beni niye? yalan anadan yardımına göre. Senin kızın Melih'e Ərəbistan'da benimle de yaxşı yaşayır. Siz ikiniz de bana dua etmelisiniz ki onu vaktinde gönderdim ona. İndi özü için gözler firavun hayat olur. Yine de Allah'la bilirsen sen benim kızımı uçurumun dibine gönderdin. Sen benim ölümümü tezleştirmeye gelen Ezrail'e oxşayırsan. Ben sana hoş haber getiren melek de olabilirim.
Nə xəbər? Mədinədən xəbər gətirmişəm sənə. Pulla göndərib. Səndən niyə? Başqasından göndərib. Səni görmək üçün özüm gətirdim. Nəcəb soruşmursan ki, daha nə göndərib? Daha nə göndərməliydi ki? Özgəsinin məktubunu oxumaq kişiyə yaraşmaz. Axı burada nə var ki? Mən də bu ailənin bir üzvü olmuşam. İxtiyarım çatır. İstəyirsən oxu. Ama Sava, məktubunu alıb oxudum. Xəstələndiyini eşidib pis oldum. Mənə yazdığın həmən məsələni özüm gəlib araşdıraram. Səndə olan əmanəti heç kimə göstərmə. Yaxın günlərdə görüşəcəyik. Maraqlıdır. Söhbət hansı əmanətdən, məsələdən gedir? Bu bizim özümüzə aid məsələdir. Sənin qarışmağın lazım deyil. Allah, qoy sən deyən olsun. Məktubu mənə ver. Məktub nəyinə lazımdır? Mətnlə tanış oldun. Bəs. Necə də oxşuyur. O da, özüdür. Xatirənin oğlu. Siz salma. Yatır. Oynayacağız. Adın nədir oğlum? Yadigar. Yadigar. Ata-anan var? Bu sizi niyə maraqlandırır ki? Heç, elə belə. Mən uşaq olanda atam bizdən ayrılıb. Ayrılıb? Bəs anan? Anam bir aydır ki vəfat edib. Allah rəhmət eləsin. Ananın adı neydi? Xatirə. Xatirə. Xatirə deyirsən. Siz anamı tanıyırdınız? Yox. Sənin anan Sara xalı ilə necə tanış idi? Bilmirəm. Anam xərçəng xəstəliyinə tutulandan sonra Sara xalanı çağırtdırdı yanına. Onlar nəsə söhbət etdilər. Söhbət etdilər? Nə barədə? Bilmirəm. Anam ona öz yazdığı gündəliyini verdi. Sonra biz Sara xala ilə dostlaşdıq. Anam öləndən sonra mən tez-tez Sara xalaya baş çəkərəm. Lap yaxşı. Mən sənə minnətdaram. Yəqin ki, siz Sara xalanı qohumusunuz. Bəli, qohumuyam. Lap yaxın. Onda xahiş edirəm, Sara xala ayrılanda deyirsiniz ki, mən gəlmişdim. Yaxşı,
Mən gedim, sağ olun. Sağ ol, yaxşıyam. Korktunuz diyesen hanım kız. Yaman qorxdum. Siz eve getməlisiniz. Siz geldiniz. O yatır. Hə, yatıb. Oyatmasaq yaxşıdır. Yazığın heç kəsi yoxdur. Onu xəstəxanaya qonşuları gətirib. Doğrusu ben geç haber tutmuşum. Yoksa özüm meşhur olardım. Bundan sonra yəqin tez-tez gələrsiniz. Elbette ki. Sizden benim bir karşım var. Buyurun. Onun şahsi eşyalarını bana göstermezsiniz. Bilmek isteyen böyle daha neye ihtiyacı var? Orada öyle bir şey yoktu. 2 köyden bir de yarlık var. Tamam. He. Bir de Buyurun. buyurun. Bu nedir? Pul. Neye göre? Sizin meğer pula ihtiyacınız yoktu. İhtiyacımız var ama ihtiyarımız yoktu. Bir dakika. Bakın siz hastaya kulluğu edirsiniz. Onundaki hiç kimi yoktu. Götürün. Çok sağ olun. Bilirsiniz, siz bir aktör var. Ona daha çok okşarsınız. Çok garipleri. Hani birinci defa ki aktör okşatırlar. Harici filmlerde oynuyor. Özdeki dedektif rollerinde. Benim dedektifden zəhlim gedir. Benimki məhəbbət filmləridir. Çok Sağ olun. sağ olun. Bu hiç ola bilər ki, bir evdə yaşayasan, arvadığın yazdığın məqalədən xəbərin olmuyor, hə? Bu mümkündür, İsmail. Əlbəttə yox, sahiba. Buna ne deyirsən, Əhməd? Sahiba, Allah'a and olsun ki, mənim bunlardan xəbərim olmuyor. Düz sözümdür. İnanar buna, İsmail. Məsləhət sizindir. İnan, sahiba. Mən yalan danışmıram. Yaxşı, mən inandım. Ancaq gərək sən də məni inandırasan ki, Mədinə belə işlərdən əl çəkəcək. Biz bir dəfə cəhd eləmişik. Ancaq o bizə boynuz göstərib. O nə elədiyini anlamır, sahiba. Sən anladın? Bəli, sahiba. Yaxşı, get. Ancaq onu başa sal ki, sizin qızınız var. Hər ikinizin yaxşı işi var. Həyatda bədbəxt hadisələr də olur. Bir də sizin bankın müdürü mənim daimi müştərimdir. Başa düşdün? Başa düşürəm. Yaxşı, get. Cavabımı gözləyəcəm. Oldu, sahiba. Sağ olun. Gel buraya görüm. İndi də keçək ikinci məsələyə. Qızcığazı yumuşalda bildin ya yox? Əvvəl axır təslim olacaq sahib ağa. Mən ona ən ağır işlər gördürəcəyim. Çox uzadırsan, çox. Mənim buna hövsələm çatmaz. Bir-iki günə yumşalıb muma dönəcək. Darıxmayın. Mən özüm üçün demirəm. Bu, o biri qızlara da pis təsir edir. Mən əlimdən gələni edirəm sahib ağa.
Görünür sərtlik eləmirsən. Ona yazığın gəlir. Bəlkə yerlindi ona görə. Siz nə danışırsınız sahib ağa? Mənim üçün belə şeylərin əhəmiyyəti yoxdur. Yaxşı. Onu yumuşatmaq üçün mənim öz vasitəm var. Get, erməni qızını çağır bura. Eşitmədin? Gedirəm sahib ağa. Gedirəm. Johnny, mən səni sevirəm. Çox, lap çox sevirəm. Sən pulu məndən də çox sevirsən. Özü də lap çox. Mən pulu da, səni də. Qayıpı da hər üçünüzü sevirəm. Heç bilirsən mən kiməm? Hə? Mən ərəbəm. Dəvəsi ölmüş ərəbəm. Ərəb! Sən dəvəsən, dəvə. Mən dəvəyəm. Mən dəvəyəm. Ərəb mənəm, ərəb gözəli. Apar məni Ərəbistan səhralarına mənim dəvəciyim. Dayan. Nə oldu? Zapravka. Mən də istəyirəm. Gəl. Birinci mən. Bəlkə mən. Yox, mən. Yaxşı. Bəsindir, ver mənə. Ay. Mən hazır. Mən hazır. Onda gedək Ərəbistan səhralarına. Gedək. Aa, bu kimdir? Ha? Yəqin, Ərəb şeyxlərindən. Ərəb gözəli. Mən xahiş edirəm ki, mənim populyam haqqında belə şeylər danışmayasan. Yaxşı da bağışla. Johnny, deyirəm, təsəvvür edirsən, populyam bizi belə gəlib görsə nə olar? Mənim populyam bu şəhərdəki evimizə retki gəlir. Ayda ildə bir dəfə gələr, ya gəlməyə. Deyirəm, bəlkə bizi tanışırsan? Sənin deyəsən başın xarab olur. Populyam adam tanıyan da, o səni də, məni də burada görsə, ikimizi də bir-birimizə qatacaq. Onda qaçırt məni. Az dəli olmayın, qaçırt məni. Sən məni sevsəydin, belə deməzdin. Sevgi belə olmur, Roza. O tamam başqa şeydir. Bilirəm. Sən o qızı yaddan çıxara bilməmsən. Между прочим, yaxşı yadıma düşdü. Çoxdan sənə deyəcəkdim. Sən ulalı çıxan Dubaydadır. Onu sənə kim dedi? Bir fadıldım. Dubaydan təzə qayıdır. Əvvəllər də sizi bir yerdə görülmüş. Deyir ki, səni ulalı çıxan orada rekord vurur. Yox, yalandır. Yalandır. Yalandır! Özün də bilirsən hansı kanalına gedib. Sənin Papulyanın turist firmasıyla. Papulyan buraya ne dəxli var? Lan inanmıram. Yalan damısın. Johnny, səni lonq elədim mən. Havadan qalıb. Ağını imirsən. Gedək Rafa'nın yanına. Səhərdən bizi gözləyir. Heç bilirsən onda nə var? Nə var? Sən heç iynə vurmusan, Johnny. Yox. Mən dünən prov elədim. Bilirsən necə qayıq tutursan. Ərəbistan nədir? Gedib bütün dünyanı gəzib gəlirsən. Bəlkə gedək? Durmayın. Gedək. Salam. Salam. Proza.
Mən gedim. Biz elə belə istirahət edirdik. Deməli, sən belə istirahət edirsən-miş? Maraqlıdır. Çox maraqlıdır. Kimdir bu qız? Tanışdım. Aranızda bir şey olur. Nədir? Yoxsa sualım xoşuna gəlmədi? Mən sənə 2 sual verirəm. Bu qız üçün belə şeylərin əhəmiyyəti yoxdur. Bəs sənin üçün necə? Əhəmiyyəti var? Hə, var. Allaha şükür. Deməli, ağlın hələ başındadır. Bu bizim səninlə 2-ci ciddi söhbətimizdir. Sən öz gələcək həyatın barədə fikirləşirsən? Bilmirəm, bilmirəm. Mən emalatxananı boşaltdırdım. Məqsədim də orada firmamızın filialını açmaq idi. Amma görürəm ki, sənin bu işə heç bir marağın yoxdur. Hə, yoxdur. Bəs restoran necə? İşlədə bilərsən? Qorxma, kömək edəcəyik. Yox, bacarmaram. Bəs ailə həyatı haqqında fikirləşirsən? Məncə artıq vaxtdır. Mən səninlə açıq söhbət eləmək istəyirəm. Elə bir səhərdən açıq danışırıq da. Mən bir qız sevirdim. Aramıza da o məsələ baş verir. Hardadır o qız? O indi burada yoxdur. Sən bəlkə də onu tanıyırsan. O sənin firmanın xətti ilə Dubaya gedib. Kimdir o qız? Mən sənə dəfələrlə onun haqqında danışmışdım. Amma sən o vaxtlar buna əhəmiyyət verməmişdin. Onun adı nədir? Lalədir. Nə? Nədir? Nə qışqırırsan? Qışqırmaq yox! Bunun üçün sənə işləymək lazımdır. Axı niyə? Nəyə görə? Ona görə ki, öz başına alın eləyirsən. Mənim başım qarışır işə, sən də bundan istifadə edirsən. O yaxşı qız olsaydı, qapını oturardık arabasında. Elə demə, mən onu çox sevirəm. O mənim uzbatımdan Dubaya gedib. Başa düşürsən məni? Sən nə danışdığını dərk edirsən? Hə, mən dərkəli yerine danışıram. Mən onu sevirəm, başa düşürsən? Şüş! Hala! Havamı değişme! Səməd ağa, bu da bir tərs talih. Atalar düz deyil. Nə əkərsən, onu da biçərsən. İsmail Bey, ne acayip yalnızsın. Onlar tariximi sanmam için. Darıksaydın, otağıma çalardım. Ara, basında kıyırımı. Sahi var seni atırır. İşi var senden. Madam kız. Bak sayınlarla ne vakit işin olacak, ha? Acaba bileyim Numan, Araplardan çok Türklere üstünlük veririm. Çek. Diyesen kimse senin kepine soğan dolduruyor. İstersen senin kepini açabilirim. Dedim sana açıklarım, keyfim yoktu. Çabuk. Git sahibi ağzını seni gözlüyor. Giderim. Diyesen taza gelen kız, sahibi ağanın karnı yaman karaldı. Adınızı da kişi koymuşsunuz. Bir tane kız nedir ki onunla da bacarabilmirsiniz. O kızın ihtiyarını verseydiler benim ayıma, ben onu kan durardım, kan! Siz belə şeyləri çox gözəl bacarırsınız. Matak, biz Ermaniler her şeyi bacarırız. Gel. Ne oldu? Sen bana vurmak istiyorsan, bak gözlerim var. Ne oldu, cesaretin çatmadı? Bitti. Düşmana karşı amansız olmak lazımdır. Özü de bile bir momentte. Yattı! Ya maşallah, yaxşısan, yaxşısan. Sizin sayenizde ama diyorum.
Mənim ağam, bircə sən mənə deyirsən ki, mənim ağam. Bu sözü eşidirəndə xoşum gəlir. Özümü şah sahibində hiss edirəm. Yanında mı temizleriz? Sağ ol, yazam. Mən başqa şey üçün səni çağırmışım. İşliyorum. Sənin işindən çox razıyam elə, qonaqlar da razılıq edirlər. Ancaq istəyirəm sənə köməkçi verəm. Mənim ağam, siz bana karşı hamışa dikkatli olmuşsunuz. Yaxşı da görüm, köməkçin kim olacaq? Yəqin ki, Lal Usta. O maraqsız olar. Mənim ağam, siz bunu marağa görürsünüz. Həm marağa, həm də nəticə. Yaxşı, kim olacaq mənim köməkçim? Gənc qız, Lalə. Mənim ağam, bravo. Onunla necə rəftar eləmək lazım olduğunu sən özün yaxşı bilirsən. Mənim sənə deməyim artıqdır. Əlbət ki, mənim ağam. Manını azmalı, boynuzunu sındırmalı ve lezzetli bir yem kimi sizə təqdim eləməliyəm. Əhsən, afərin. Onu mən məcbur edib nədir? Ancaq mən istəyirəm ki, o gəlin mən qabağımda diz çöksün, yalvarsın. Bunun ayrı ləzzəti var. Əlbət ki, mənim ağam. Manın elə cəhənnəm göstərin ki, o özü uça-uça gəlsin sizin yanınıza. Eşitməmişsiniz ki, Azərbaycanlılar üçün deyərlər, qılınc musurman. Ben de ona göre onu atsam senin kılıncının qabağına da, ha? Yaxşı. Gedib İsmail'a deyərsən ki, onu bütün işlərdən azad edib, versin sənin ixtiyarına. Baş üstə, mənim ağam. Sahib ağam. Diqqətlə axtarın. Hər yerə bax. Danışdığımız kimi gündəliyi tapanı yaxşı mükafat gözləyir. Sən adı Qaməl, bu gündəlik tabuda, balacadır, böyükdür. Həmən hardan bilir? Gündəlikdir də. Qarabağ, elə yol verirsən ki, pişmiş toyğun gülməyə gəlir. Məktəbdə oxuyanda qızlarda görmədin. Bədbəxt etməkdə bizi görüb ki, günlər elə türmədə keçir. Qarabağ, əsl gündəlik elə türmədə yazılır. Yaxşı. Dəstə çərənləriz. Bu nə türmə söhbət edin salmısınız ortalığa. İşinizlə məşğul olun. Sənədə başsındır, tapa bilmirəm ki, bu Səməd ağa müəllim bu gündəliyi nə edir? Bəlkə sən bilirsən, mən hardan bilirəm. Ondan baş açmaq olur ki, türkünün biri. Hər nədirsə lazımlı şeydir. Bayaq gördün də onun gözlərini. Gördün necə axtarırdı? Yavaşlamış eşitdi vergər, sonra gəldi. Bu qoca lap başını itirib. Deyəsən bugün sabahlıqdır. Sən nəyi qoyub axtarırsan? O bizi öldürməmiş, bizdən əl çəkən deyil. Qoca gündə masaja gedir, bilirsən? Əvvəla əcəl gələndə istəyir masajlı yox, pasajlı ol, xeyri yoxdur. İkincisi, mən onun biznesindən söhbət edirəm, sağlamlığından yox. Görürdün necə vırnaxırdı? Quyruğu qalıb tələ arasında. Yəni deyirsən qoca ilişi, deyəsən. Mən onu heç bu vəziyyətdə görməmişdim. Gör necə vırnaxır, çox skrit olub. Cəhənnəmə ki, bizə nə dəxli var onun? Dəxli var, Qarabala, dəxli var. Böyük dağlar aşağıda, kiçik təpəciklərə də ziyan dəyir. Yəni deyirsən, cıraqanadan. Arada niyə cırırıq? Adımızı ofis yox, heç bir sənədini qol çəkməmişik. Deyirəm, yəni biraz ehtiyatlı olaq, daha da diqqətli olaq. Mən səni neçə ildir tanıyıram, hə? Nədir ki? Sən hələ də mənimlə Mustafa'nın dilində danışırsan, Mustafa kimdir ala? Mus deyəmə kimi bir dəfəlik Mustafa deməndə. Sən
Səməd ağadan da sıkıldı sana. Bilirsən niye? Bu koca baştan ayağa sikretdi. Hiç kime sır vermir. Ama bana da bomba diyerler. Bazı şeyler öğrenmişim. Oradan. Şahnaz'da. Dün akşam onlardaydım. Şahnaz diyor ki, Dubai'de Medine adında bir Azerbaycanlı kızı var. Orada Dubai'de biabır eləyib Səməd ağanı. Nəkizi biri var açırdı ki, özüne de mesaj gönderip, gözde gelip senden hakkısa uçurtacağım. Kızım bakayım. Görürsen o kız kimdi? Səməd ağanın yoldaşı rəhmətə gedəndən sonra Sara adında bir arvadla evlənir. Bu arvadın da yaxşı varı, dövləti olur. Bir də aman zaman bir qızı. Bu Səməd ağa gözünə döndü ki, arvadın var dövlətini əlinə keçirdəndən sonra qızını göndərir Dubaya, özünü də boşayır. Bax, həmin o Mədinə Sara arvadın qızıdır. Yazıq arvad, xəstəxanada yatır. Dünən şef gedib onu deyməyə. Amma mən inanmıram ki, şefi arvadın səhhəti maraqlandırır. Onu nəsə başqa şey maraqlandırır. Nədir? Bax, onu bilmirəm. Belki bu evine, o arvadın evidir. Arvadın evidir də. Belki arvad evde kızıldan zattan gizledi. Məni maraqlandıran başqa şeydir. Ne? Bu koca ilişəndən sonra var dövləti qalacaq uşağın əlində. Onlar da dağıdacaqlar bu var dövləti. Bir yandan Johnny, bir yandan da Rüfət. Rüfət afetten ayrılmıyor. Yatmışsan fil qulağında, barışırlar. Geçer uşaqlarda olur. Biz de deyirik ki, Rüfət əfəlim biri. Atmışdın biri de o. Əfəl bizi, əlimizi qoymuşuq başımızın altına gözləyirik. Deyirəm bəlkə Rüfət aradan götürək. Səndə güzgü var. Güzgü ne edirsən? Baxın görün mən dəliyə oxşayıram. Qanı niyə tökülür? Burada baş işlətmək lazımdır. Biz gərək Rüfətlə afətin arasına elə vuraq ki, bir də barışıq söhbət olmasın. Bəcə onu ne eləyək? Onun işi asandır. Uşaqlar geç-tez oturdacaqlar onu inəyə. Sen deryasan bomba, derya. Çalan işimiz var bizim. Əlbəttə biz əlimizi başımızın altına qoyub otura bilmərik. İş görmək lazımdır, iş. Ne fısıldaşırsınız burada? Elə bir kiməsə suikast hazırlayır. Allah eləməsin Səməd ağa müəllim. Heç elə belə oradan buradan dolanışıqdan söhbət edir gözümüz üçün. Ne olub sizin dolanacağınıza? Birindən pis yaşayırsınızsa, onundan yaxşı yaşayırsınız. Elədir şef. Allah şükür pis yaşamırıq. Sizin sayənizdə pis dolanmırıq. Yaxşı. Uşaqları yığ, evi biraz səhmana salsınlar. Gedirik. Tapılmadı zəhərmar. Səməd ağa müəllim, bu gündəlik sizi üçün çox vacib lazımdır, ha? Mənim üçün yox. Arvad üçün. Zalımın qızı zalım. Hansısa vacib bir sənədi qoyub gündəliyin arasına. İndi tapa bilmir. Neyim, yaxın adamdır. İstədim kömək edin. Neysə, yığışın gedək. Ay sən öləsən. Sən dedin, mən də inandım. Mənim əziz qardaşım, bu sən ilk oldu. Gün olsun ki, sənin rəsimlərin London, Parisdə, laf elə dünyanın o başında şöhrət qazansın. Çox sağ ol. Həm də de ki, yaxşı qiymətə satarsın. Ama sen olmasaydın dalları sata bilmez. Onda qazancın 50%-i mənimdir. Hamısı qurbandır sana. Sağ ol, sağ ol. Deyirsən ki, bunun hamısı məndə, hə? Evet. Afət xanım səhərdən oturub gözləyir ki, sənə bir pul aparır. Bilirsən Rüfət, sən yaxşı elədin ki, Afət xanım.
Bunu çoxdan eləmək lazım. Bəs atası nə deyir? Atasını çoxdan da görmür. Yəqin atası məşğuldur, işləri çoxdur. Hiss eləyirsən? Nə var elə? Elə, söz gəlişi deyil. Bir dakika. Senin sonu başlayacak. Sana şahit. Kulak kes haberler benim. Cavan şu. Sakin ol. Sen buradan neydin? Sen Allah kim idi? Bilmiyorum. Niye dolaşmıyorsun ha? Ben ne bileyim. Çevre. Ya Fertmen gel. Gel. İstemem gitmeyi Fert. Ben toplayla bu günler sporlaşmışım. Özü de möhkem. Niye? Qardaş da bağışlasın. Rüfət, Papuля məni dinləmək istəmir də. Qulaq asmır mənə. Heç cürə qulaq asmır. Yəqin deyir içmə, çəkmə. Yaxa, qardaş, sən də bağışla məni. Rüfət, mən bir qız sevirdim. O da məni çox sevirdi. Aramızda da bağışla evladı. Böyle bir hapishal baş verdi. Sonra baş götürüp gitti. Hara getdi? Hara? Dubaya. Dubaya? Hə, Tək başına. tek başına. Daha nəyə gülürsən? Rüfəti, maraqlı ondadır ki, bütün sənətlər papanın əli ilə keçib. Turist kimi gedib, amma qayıtmayıb. Bəs papan özü buna nə dedi? Nə deyəcək? Elə hey məni vurur, vurur! Mən ona öz ürəyimi açıram, o isə vurur, vurur! Yaxşı, sakin ol. Yaxşı, əsəbləşmə. Dur gedək. Yox, Rüfət, mən getməyəcəm. Mən getməyəcəm, mən burada qalacam, Rüfət. Mən oturub içəcəm, Rüfət. Yaxşı, sən qal buradan da biz gedək. Get. Gedək buna bir taksi tut get. Rüfət, Papuля məndən salam sənə. Bilirsən Rüfət, mən sənə çoxdan bir söz demək istəyirdim, amma nəsə ürəyimdə şübhə qalmışdı. Nə söz? Sənin qaynatan Səmədağa müəllim gizli turizm firması adı altında qız almağı ilə məşğuldur. Ola bilməz. Mən də inandım, amma Cavanşir mənə deyəndən sonra inandım.